Herkese selam dostlar. Yeni bir video ile karşınızdayım. Bu videoda da yine de Supercell'in hediyeleri bitmek bilmir. Bu sefer de bize 3 tane bal kabağı kutusu hediye verip gördüğünüz gibi markette her hesapta 3 tane bal kabağımız olacak. Ve de videomuza geçmemizde de bu tür videonun devamı için kanalıma olmak ve bu videoya like atmayı unutmayın. Ve hazırsınızsa keçək ki video. Həmişə olduğu kimi öz ana hesabımla başlayacağım uşaqlar. İnşallah şanslı olar. Burada tekin kodunu çıxarda bilərik. 299 elmasdır. Mən elə bilirdim bu 199 ya da 149'dur. Amma efsanevi kostüm olaraq gətirib Supercell bunu. Və ilk kutumuzdan başladıq. 9 yazdı. 9 yazanda mən bilən nəsə çıxırdı uşaqlar. Bunda 7 yazanda çıxmırdı. Yox, ha. 9 yazanda heç nə çıxmır. Yadımdan çıxdı bir ara. Ve yine 9 yazdı. Ücretsiz verilen her şeyden hiçbir şey çıkmıyor uşaqlar. Bilmirəm sizdə də elədimi. Ve sonuncu bal kabağı kutumuz ana hesabımıza ve bunu bastım. Ve yine 9 yazdı uşaqlar. Ve haydi 9 yaz bir kere bayla. Bir kere parla. Parlamadı uşaqlar. Və keçək uşaqlar gördüyünüz kimi burada da marketdə 3 tane yine bal kabağı kutumuz var. Buradan hiper şarj da var. Hiper şarjı da açım. Haydi bir Colt'un hiper şarjı və B'nin hiper şarjı çıxdı uşaqlar. Məncə elə çox da yaxşı deyil amma yenə də ücretsizdir. Və 12 yazdı. Oha 12 yazdı. Hadi. Hadi bir şey. 8'de parladı. Ve Dogun aksesuarı mı? Hadi bu ne? Ve oha! Hayalet dalgıçı Rico çıktı. Oha! Hayalet dalgıçı Rico çıktı uşaqlar ve bunun da əla bir rozet Rico'nun. Ve gördüğünüz gibi dostlar aldıklarımız da bunlar idi. Oha! Hayalet dalgıçı Rico ve bastım 9 yazdı artık 12'nin üstüne 10 üstü ağır olardı şey. Ama Supercell gösterdi ki ücretsiz ve da udmaqla olan kutularda fərq yoxdur ve bastım ve yine 12 yazdı. Oha! Oha! 12'nin özünde de parladı. Hadi bir şey. Hadi bir şey. Hadi parla. Ve 6'da parladı. Hadi oha. Oha. Oha tırtırıtı. Ne olur bu videoda uşaqlar. Oha. Oha. Ve yine de aldıklarımız bunlardır. Neyse dostlar vaxt itirmədən keçək digər. 2 dənə 12 yazdırdık. Bu ne şanslılığıydı. O hesap hakikaten deyirdim bəzi videolarda da çok şanslı hesabımda benim ve buradan da bir hiper şarj kutumuz var ve bastım. Bir bizden el çekmedi bugün uşaqlar. Ve gördünüz uşaqlar ne oldu? Hadi bir buna da bir yazdır. Ve 11 yazdı. Əla 11 yazdı uşaqlar ve hadi 8'de parladı. Hadi bu kim? Bu kim? Albayraqdır mən bilən. Albayraqın əla bir belə kostümünü çıxartdı uşaqlar. Bu videoda həqiqətən çox əla başlamışıq. Baxaq görək daha nələr çıxacaq uşaqlar və burada da aldığımız oyuncu simgesi falan əla. Hadi bundan da bir şey. Hadi. Və 7'də parladı. Bu ne? Çox əla gedir uşaqlar. Bu ne şanssızlıqdır. Şanslılıqdır. Əla gedir uşaqlar və hadi bundan da bir 10 üstü. Və 11 yazdı. Bu nədir uşaqlar? Çox şanslı gedirik. Oha 5'də parladı. Hadi. Hadi yenə bu kimdir? B'nin oha vampir B. Bu videoda her şeyler uşaqlar. Hadi bir. Hadi 20 yazdır uşaqlar. Mənə bunlardan hələ də 20 yazmayıb. Neyse dostlar keçək digəri. Gördüyünüz kimi açıldı uşaqlar. Həqiqətən çox şanslı və maraqlı bir video alınır. Hadi bu buradan da hiper şarj. Beynin çıxsa yenə var ha.
və Nita'nın hiper şarjı çıxdı uşaqlar və indi isə qutularımıza gəldik və bastım və 9 yazdı, amma heç nə olmaz. Mən amma gözləyirəm bu hesabı 10 üstü. Haydi bir 10 üstü. Bu ikisindən birində 10 üstü. Haydi 10. Əla. Əla parla parla parla. 5'də parladı və Bibi'nin kostümü çıxdı. Əla, heç nə olmaz. Heç nə olmaz uşaqlar və vaxt itirmədən gələk burada digər qutularımızı asaq. Məncə 2 dənə qaldı deyəsən. Yox, bir dənə qaldı. Bu da sonuncusu. Hadi 10 üstü və 9 yazdı. Biz bütün şansımızı son 2 hesabda işlətdik. İlk çox əla idi uşaqlar. Bu rozet çox əla rozetdir. Amma heyf ki, öz ana hesabımıza heç nə çıxmadı. Neyse dostlar, vaxt itirmədən keçək. Gördüyünüz kimi açıldı uşaqlar. Buradan da gələk marketdən. Və yenə hiper şarjımız var. Supercell nə qədər hədiyyə verir bizə. Əslində bunu mən bilən dünən vermişdi və Fəngin hiper şarjı çıxdı buradan. Və də gələk buradan 3 dənə bal kabağımızın kutusunu açaq. Mənim indiyə kimi gördüyüm ən əla kutulardan, ən şanslı kutulardan biri idi bu. Və 9 yazdı, heç nə olmaz uşaqlar. Əsas odur. 10 neçə yazdırdıq. Hətta əla kostümlər çıxartdı uşaqlar və bundan da 10 üstü və 9 yazdı, heç nə olmaz. Və parladı, özdə 2-də parladı. Görsə 9 yazsa da yenə də nəsə verir bizə. Hadi 10 üstü. 9 yazdı. Bundan da heç bir şey olmaz uşaqlar və bundan da Mortisimizi 950'ye Mortis, hə. Təzə hesabda. Və dostlar, keçək digər hesaba. Dostlar, deməyi unutdum. Bu da son hesabımızdır. Və buradan da haydi bir son hesab xəttinə bir nəsə çıx. 10 üstü, 10 üstü. Hadi bir 20 yaz. 10 üstü. Və yenə Fəngin aksesuarı hiper şarjı çıxdı uşaqlar və buradan da bir bal kabağı kutumuza tıkladım və 9 yazdı. Dediyim kimi uşaqlar bütün şansımızı orada işlətdik, amma 8'də parladı orada. 9 yazdı. Haydi bu 10 üstü. Və 9 yazdı. Heç nə olmaz uşaqlar. Bütün şansımızı biz bir yağışlatdik. Hadi bundan bir 10 üstü. Hadi 10 üstü. Və bundan da 9 yazdı uşaqlar və 6'da parladı. Aksesuar çıxır 9 yazdı parlayanda. Və buradan da və nəysə dostlar, bir videonun da sonuna gəlirik. Bu cür videonun davamı üçün kanalıma abunə olmaq və bu videoya like atmayı unutmayın. Hələlik dostlar, gələn videolarda görüşənədək.